Çox hündür boydu, ayaqları, əlləri uzundur. Baho Mendes'in o ciddi problem yarada bilər Rafael Fiziev üçün, amma hələ ki səbirli olaq. Rafael Fiziev Muay Thai'dan məhz MMA-yə keçən şəxslərdən biridir. Yerli publikanın dərhal dəstəyini eşidir Rafael Fiziev. Sol ayaqla low kicklə yoxlamaq istədi Baho Mendes. Fiziev çox, belə deyərdim, ayıqdır, rahatdır. İzləyir rəqibini hər zamanki kimi. Tez-tez öz duruşunu dəyişir. Rafael məsafəni qırmalıdır, girməlidir, yaxın döyüş. Bəli, və bunu Baho Mendes də anlayır və buna görə də yaxına buraxmır hələ ki. Rafael Fiziev öz anını gözləyir, öz məqamını gözləyir. Müdafiə planında həqiqətən də Rafael ən öncüllərdən biridir. Öz çəki dərəcəsində fikir verin necə cəld şəkildə yayınır zərbələrdən. Daim diqqətdə saxlayır öz oponentini, rəqibini. Rafael Fiziev ilk zərbə çəkdi. Baho Mendes elə ki bir nömrə kimi çıxış etməyə çalışır. Bəli, distansiyada saxlamaq və qabaq əllə hər dəfə distansiyada saxlayır və çalışır, sıxsın Rafael Fiziev. Hələ ki ayaq üstə görüş davam edir. Bəli. Hələ ki birinci raundda. Amma çox güman elə ayaq üstə də gedəcək bu döyüş. Çünki güləşməyi xoşlamır idmançıların heç biri. Ayaq üstü döyüşə daha çox üstünlük verirlər. Baho Mendes taekwondo görüşlərini xatırladır əlbəttə belə məqamlarda. Fiziev isə yaxın döyüşə imkan axtarır. Şərait axtarır yaxın döyüşə girmək üçün. Fiziev hələ ki səbirlə gözləyir. Yaxşı yayındı. Çox əla yayınır Rafael Fiziev. Bu zərbədən də əhsən. Rəqib elə ki Rafaeli narahat edə bilmir. Bax bu cəhdləri ilə artıq Rafael onu sıxır. Yavaş-yavaş. Bir nömrə özü başlayır işləməyə. Bəli, çox təmkinlə davrandı ilk raundda. Baho Mendes'in nə etdiyinə baxdı. Və indi yavaş-yavaş onu oktagonun kənarına doğru sıxmaqdadır Rafael Fiziev. Rafael gözəl zərbələri sevir. Qələbə qazananda da həmin zərbələrlə üstünlük qazanmağa çox xoşlayır. Daha bir slow kick. Fiziev hələ ki gözləyir. Lazım anı gözləyir bu məqamlarda. Rəqibin zərbə atdığı məqamlarda dərhal əks hücumda onu tutmağa çalışır. Gözləyirik. Səbirlə gözləyirik. Necə ki Rafael Fiziev də bunu edir. Çətindir. Belə ümumiyyətlə rəqib razılaşarsan İbrahim, belə əli ayağı uzun rəqiblərlə mübarizə aparmaq. Parametriyası çox narahatdır. Belə rəqiblə vuruşmaq çox narahatdır. Xüsusi taktika lazımdır. Bəli, onun üçün səbirlə, tələsmir, öz işini yavaş-yavaş görəcək. Daha bir high kick. O da dəqiq olmur. Rafael Fiziev ilk raundu sakit məcrada davam etdirir. Justin Gaethje ilə döyüşləri xatırlayıram. Orada da təxmini belə təmkinlə, rahat şəkildə məsafəsini qoruyaraq mübarizə apardı. Əlbəttə ki, Baho Mendes Gaethje deyil. Düz onu çox təhlükəlidir və nəhayət sol əllə çənəsinin altından 30 durur zərbəni. Rafael Fiziev çox yaxşı qırır, birdən-birə partlayır və zərbələri indirir. Bu zərbə əlbəttə ki, Rafael üçün o qədər də ciddi təsiri olmadı, amma təhlükəlidir, həqiqətən də təhlükəlidir. Bu zərbələrdən biri tutsa Rafael Fiziev biraz çətin vəziyyətə düşə bilər. Çox hərəkətlidir Fiziev. Sonunda daha bir zərbə vurur və ilk raund yekunlaşır.
Rafael Fiziyev, Ignacio Bahamondes görüşündə. İlk round tamamlandı. Təlimatları dinləyək. When you do long kick and you escape the low kick, you need to counter. Okay? This is first. Okay? When you create movement with your hand and you go to the head and to the body, it's perfect. You hurt him so much. Okay? Work a little bit more. Or when you escape one punch, counter him. Okay? I need more counter. Okay? Excellent. Good movement. Control the fight. Okay? You're just on the outside of his range, which is good. Are you clear? Stay tight, dude. Okay, dude. It's time to pressure, dude. Kind of like how you finish that round, dude. Let's go here. Wait for him. All right, let's go, Miko. Bugünə kimi Rafael Fiziyev keçirdiyi döyüşlərdə bu 16 görüşdə heç vaxt belə dəstəyi hiss etməyib. Nəhayət ki, yerli publik önündə, Azərbaycanlı tərəfdarlar önündə, doğma paytaxtımızda mübarizəsi davam etdirir. Ondan yalnız qələbə gözləyirik və yalnız bax bu raundda Rafael Fiziyevin potensialını rahat şəkildə aça bilməsi üçün bir şərait lazımdır. Biz bilirik ki, Fiziyev belə çox iti zərbələrlə rəqibini sarsıtmağa çalışır. Hər zamanki kimi bu Rafael style'dır. Dana White'ın bəlkə də Rafael Fiziyevdə ən çox sevdiyi cəhət də bundan ibarət. Hər zaman bunu vurğulayır və qeyd edir ki, bu inanılmaz bir şeydir. Saxlayıb rəqibini. Rafael Fiziyev əlbəttə ki, bir-birindən qopmağa məqam axtarırlar indi. Yenidən ayaqüstü mübarizəsini davam etdirmək üçün. Fiziyev sol əllə əla zərbə idi. İlk rounddakı senariyə bənzəyir ikinci roundda. Bahamondes güləşi yoxlamaq istəyir. Əslində bədən quruluşu heç güləşə uyğun olmayan bir idmançıdır, düzdür. Onu bilirəm ki, Gürcüstan millisində belə bir güləşçi var idi. Mümkündür, yəni bu da mümkündür, amma Rafael Fiziyev vəziyyətdən çıxır həm də əla zərbələrlə. Fiziyev məsafəni maksimum şəkildə azaltmağa çalışır. Hələ ki, Bahamondes bir nömrə kimi çalışmağa səy göstərir. İkinci raundda da Fiziyev zərbədən əla yayınır və gözləyir, daim gözü rəqibə baxır, rəqibi izləyir ki, bir boşluq tapan kimi qüvvətli zərbə vursun. Əla. Tempi biraz da artırmaq olar, düzdür. Artıq vaxtdır məncə. Üstünlüyü qazanmaq lazımdır. Çünki İkinci raundun ortasıdır. İlk raundda kimin daha yaxşı olduğunu demək çox çətindir. Bərabər səviyyəli mübarizə getdi. Hər hansı idmançını fərqləndirmək olmur, amma Fiziyev artıq double idi, bu double idi, özünə bizə qoşuldu. Özünə qoşuldu, ardıcıl 2 dəfə yayındı. Bu fəndə artıq Matrix'ə deyirlər, dayanmır. Rafael Fiziyev sadəcə dərsliklərə salına biləcək səviyyədə bunu həyata keçirir. Zərbələrdən mükəmməl yayınır. Bahamondes'in ayaqları çox uzundur və Fiziyevin burada məsafəni saxlaması və lazımi reaksiyanı göstərməsi də cəld şəkildə çox vacibdir. Bunu bacar elə ki Rafael, amma hücum planında da fəallaşmaq lazımdır artıq. Elə Hücumları artırmaq lazımdır ki ikinci raundu qalib olsun. Və belə bədənə yaxşı zərbə keçirdi. Daha bir zərbə bədənə, bəli. Muay Thai sözünü deyir əlbəttə ki, Muay Thai məktəbi zərbələrdən əla yayınır və imkan tapıb zərbə vura bildi, amma birini də buraxdı. Fiziyev sol əllə zərbə. Rafael Fiziyev rəqibin ayağına girir və onu yerə yıxır. Əla takedown həyata keçirir Fiziyev.
davamını gətir. Rahat şəkildə mövqeyini möhkəmləndir və zərbələrini vur. Rafael Fiziyev. Çox güman geri çəkilib deyəcək ki, qalx ayağa. Bunu da gözləyirik Rafael'dən. Onun da yenə. Diqqətli ol. Yox, qorxulu bir şey yoxdur, çox şükür. Hər şey kontrol edir. Bir dizində keçdi. Və ikinci round üstünlüyü qazana bildi Rafael Fiziyev. Çox ağıllı etdi bunu. Çox plana uyğun işləyir. Qüvvətli zərbələr, çəkic kimi zərbələr vurur Rafael Fiziyev. Hazırda ayaq üstə mübarizəni davam etdirir. Fiziyevin zərbəsi. Daha bir zərbə. İkinci roundda yekunlaşmaq üzrədir. Konkla üst-üstə düşdü onun bu zərbəsi. Taktiki çox yaxşı hazırlaşıb. Çox. Plana uyğun işləyir. Sanki şahmat gedir oktagonda. Buena respiración. Dinleyen Está pareja talimatları. la pelea, necesitamos este round, necesitamos que se la pongas duro, güey, este round. Está muy pareja, güey, no puedes que me darme, güey, más tensión. Bajito, güey, bajito, güey, ¿ok? Si caemos al suelo, rápido a pararnos. What do you got, Bilal? Thinks he can take you down now. So be prepared for it. Bring that knee up the middle. Everything up the middle. Show him everything up the middle. When you throw your long combinations, he's going to come with big combinations. Don't overextend your punches. You're overextending that hook a little bit. Bring it back faster. Look at it. You need this round. Remember your secondaries, Nacho. Remember the secondaries. Clench your knees working. You're throwing that clench in the knees. Fiziyev çok rahatlı ve hiss Ahí olunur estás, ki Nacho, ahí estás, güey. Ya lo Tonus'ta da traes, güey. hazırda Ya lo da. traes, güey. Ya lo traes. Una deslizada y ahí lo agarras, güey. Bəli, İspan dilində əlbəttə ki, Bahomendes'ə Çil idmançısına təlimatlar verildi və Rafael Fiziyev hazırdır. Yekun raunda hazırdır Fiziyev. Hazırdır, biz də hazırıq. Qələbəni qazan Rafael. Hər kəs qələbə gözləyir. Və qarşılaşmanın gedişatı da bizim sonda sevinmə potensialımızın çox olduğundan xəbər verir. Yəni 2 raund idmanlar üstün idi. Xüsusilə də ikinci raundda. İkinci raund tam üstün oldu. Əla zərbə sol əllə. Daha bir zərbə. Ayağa durub əl çalmaq lazımdır sadəcə. Yəni burada mən artıq söz tapa bilmirəm. Refleks sözünün sinonimi artıq Rafael Fiziyevdir sanki. Əla zərbə. Çox ağılla döyüşür. Çox ağılla döyüşür Rafael Fiziyev. Əhsən, sadəcə əhsən. Bahomendes öz üstün cəhətlərindən yararlana bilmir. Rafael imkan vermir buna. Rafael imkan verir və hər şeyi görür. Bütün hərəkətlərini görür və vaxtında müdafiə olur. Yəni, bax, bu yaxın məsafəyə girən kimi dərhal zərbələrini endirir və amma avlidə də olmur zərbələrə. Vaxtında dayanmağı da bacarır. Özü zərbə buraxmamaq üçün və Fiziyev indi növbəti təzyiq mərhələsinə hazırlaşır deyərdim. Yavaş-yavaş gözləyir, vaxtı da bilir. Kənardan ona deyirlər də lazımı dəqiqədə, lazımı anda. Fiziyev Rahatlaşmaq olmaz. Əlbəttə ki. olmaz. Sol əllə. Kirverin açıldı, bəli. Qaşı açıldı Bahomendes'in. Sağ gözü artıq qanıyıb vəziyyət. Həmin gözdən yaxşıdır Rafael. Necə əla yayındı. İki zərbə buraxır Fiziyev. Amma bu qorxulu deyil əlbəttə. Bahomendes artıq plan quranda Rafael bilir növbəti gediş nə olacaq. Əla! Davamını gətirmək lazımdır. İcazə verir qalxmağa və Bəli. stoykada davam etmək. Bilir nəyə görə icazə verir. Səbəbi də məlumdur. Fiziyev.
sadəcə öz keyfiyyətini göstərir burada. Hər kəsə bildirir. Döyüşü çox yüksək səviyyədə keçirir. Düzdür, bugün döyüşlərin birində Kariyal idmançı üstün idi bütün qarşılaşmanı, amma sırf bu səviyyədə idmançıların mübarizəsində Fiziyev halal olsun sadəcə. Eyni şərhi etməkdən yorulmuruq, amma bir dəfə də tuta bilmədi Baha Mendes onu. Bir dəfə də alındıra bilmədi. Klinçə girib idmançılar, Rafael Fiziyev bəli, oktagonun kənarına gəlir rahat mövqeyə keçmək üçün. Düşür ki, ayaq üstə tab gətirə bilmir. Güləşmək istəyir. Evet, baxın necə vəziyyətdən çıxır Fiziyev. Sağ əlini bağlayıb tamamilə, sol əlinə də hərəkətə imkan vermir. Və sadəcə o başa düşür ki, Baha Mendes özü də bu durumdan razı deyil və qopacaq birazdan Rafael'dən. Bəli, belə də olur. Həm də yorğunluq cəhətdən də düzdür. Baha Mendes'in indi seriya zərbəsini gördük. Amma daha çox yorulub sanki Çileli idmançı. Çünki bədənə çox zərbələr bırakır. Fəallaşır indi. Baha Mendes bax bundan danışır. Arxayınlaşmaq olmaz. Fiziyev diqqətli olmalıdır. Son saniyələrdə 3-cü raundda üstünlüyü əldən vermək olmaz. Daha diqqətlə. Daha irəli eləmək lazımdır və yenə də takedown. Allah! Əhsən Rafael. Zərbələrin davamı gəlsin. Həmin o çəkici işə salmaq lazımdır. Buna ehtiyac var Rafael. Bəli, raundun sonlarını da üstün keçirir Fiziyev. Yenə də çox ağıllı davrandı. Dirsək zərbələri amma xeyri yoxdur. Rafael Fiziyev. Bəli, Baha Mendes'in üzü qan içindədir. Rafael Fiziyev'dən ardıcıl zərbələr. Yekunlaşdıra bilərsən döyüşü. Qalxır ayağa. Sən də dur ayağa deyir və davam eləyək. Ayaq üstə davam eləyək. Yenə yıxır. Fiziyev davamını gətir. Bir-iki zərbə də var. Üstünlüyü qazan. Vur. Yenə də vur. Yekunlaşdırmaq olar amma yox. Çatmır. İstənilən halda. Fiziyev. Əhsən. Əhsən Fiziyev. Əhsən. Sadəcə əhsən. Çox əla. Keyfiyyətli döyüş keçirdi. Keyfiyyətli, çox taktikaya uyğun, səliqəli, keyfiyyətli. Çox. Bu qəbildə nə söz varsa, nə sinonim varsa demək mümkündür. Baha Mendes düzdür. Məlum məsələdir, idmançıların heç biri dəqiq şəkildə nəticəni bilə bilməz indi, amma o da ümidlidir. Rafael Fiziyev xüsusilə də 3-cü raund çox maraqlıydı. Şimdi görək. Bəli, Rafael Fiziyev bayaqdan dözürdü və nəhayət Emosiyalar. bəli, qışqıraraq biraz rahatlıq tapdı, hələ də özünə gələ bilmir. Eyni tempdə işlədi. Hər 3 raundu eyni tempdə, biraz da tempdən düşmədi. Onun müəllimləri nə plan qurmuşdu o döyüşə, hamısını etdi. Bütün tapşırıqları yerinə yetirdi. Bəli, sırf Baha Mendes'e qarşı fərqli bir döyüş tərzi ilə çıxdı Rafael Fiziyev. Və bu papaq uğur gətirsin hər zaman Rafael Fiziyevə. Səbirsizliklə gözləyirik. Bəli, idmançılar da bir-birini təbrik edirlər. Çox maraqlı görüş oldu. Bəli, bax bu çox gözəl bir görüntüdür. Çox əla bir məqamda qeyd etmişdik ki, Baha Mendes çox Hey there, fight fans. Karen Bryant reminding you to tune into the post show on ESPN Plus right after the main event. I've got Alan Jouban with me. Michael Bisping will be joining us as well. We'll catch up with the winners, go through the highlights, have all the analysis. It is on ESPN Plus right after the main event. Let's send it back down to the octagon for the decision. Görək qalib kim elan olunacaq? Bruce Buffer'i dinləyirik. Ladies and gentlemen, after 3 rounds, we go to the judges' scorecards for decision. All 3 judges scored this contest 30-27 for the winner by unanimous decision, Rafael! Yeah, Rafael Fiziyev! Fiziyev yerli publikanı yenə də
sevindirir. Rafael atası da oktagondadır, yanındadır. Təbrik edir. Bəli. Və Bisping'in müsahibə alır, dinləyək. Obviously he's a taller guy. We saw some wrestling here tonight. Give me your thought on the fight. Biz qalib Rafael Fiziev ilə buradayıq. Baxmayaraq ki, onun rəkibi ondan hündürdür, amma həmişəki kimi Rafael Fiziev öz zərbəçiliyi ilə yenə də öz performansını göstərdi. Nə deyə bilərsiniz rəqibimizlə bağlı? Ya Mevlana, ya sahib az-zaman, ya Ali, ya Ali, ya Ali. It's a very good fight. I cannot lost in my home. I cannot lost in front of these people, in front of these winners. We are humans, or we are winners. Azerbaijan is the winners. Yaşasın Azerbaycan. Mən Azərbaycandayım. Bugün burada olan bu qədər azərkeşin qarşısında mən uduza bilməzdim. Hər birinin qarşısında uduza bilməzdim. Yaşasın Azərbaycan. What does it mean for you to finally come here and fight in front of these people? Sənin üçün bu nə bir hissdir və nə mənası var burada? Azərbaycanda azərkeşlərin qabağında qələbə qazanmaq və mübarizəyə qatılmaq. Brother, Azerbaijan deserve be happy. These people, look, these people deserve be happy. Deserve smile and screaming from the be happy, you know. These people deserve that, and I'm happy to represent my homeland here. Azərbaycan və bu xalq daha da xoşbəxt yaşamağa və daha xoşbəxt olmağa qadir xalqdır. You're one of the best lightweights in the world. We have to ask, who do you want next? Və baxmayaraq ki, burada qalibsən, növbəti rəqibində kimi görmək istəyirsən? Bro, I don't know, man. You know, yesterday I see Elon Musk have a problem with his rocket. It's a bomb in the video, it explodes. I'm a rocket man. You can send me to the moon. Yo. Mən bilmirəm kim rəqibim ola bilər, amma ki mən bir roket kimi bir insanım. Siz məni hətta aya